Daha bir binada yanğın baş verib. Çıxdıq, işıqlar keçib, duman düşdü. Camaat çıxır, bağır, hamı tökdülər aşağı. Axşam saatlarında paytaxtdakı daha bir çox mərtəbəli binada yanğın baş verib. Hadisə Nərimanov rayonu Əlcəbbər Orucəliyev küçəsindəki çox mərtəbəlidə qeydə alınıb. İlkin məlumatlara görə yanğın binanın şaxtasında başlayıb və təhlükəsizlik səbəbi ilə bina sakinləri təxliyə olunub. Çıxdıq, işıqlar keçib, duman düşdü. Biz 12-də oluruq, 12-də vaxtda şitdə yanır. Yana-yana aşağı gəlir də, düşdü aşağı. Yəni səs-küyə gəldi ki, kabeldən, şaxtadandır. Fövqəladə halına gəldi, Daxili İşlər Nazirlikləri gəldi, insanları kənarlaşdırdılar hamısını. Özləri başladılar fəaliyyətə. 9-cu mərtəbədən 7-ci mərtəbədən çox güclü üstə çıxırdı. Camaat çıxır, bağır, hamı tökdülər aşağı. 4-cü mərtəbə ilə ağız yuxarı şaxtada kabellər yanır. Ağın tüstü çıxdı, deyirlər liftdən tüstü çıxdı, bilmir. Yaxına buraxmadılar polislər. Mən uzaqdaydım, gəldim həyətə də heç buraxmadılar. Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə Nərimanov rayonu Əlcəbbər Orucəliyev küçəsi, bina 7 ünvanında yanğın olması haqqında məlumat daxil olmuşdur. Dərhal hadisə yerinə Nazirliyin, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riski Xilas etmə Xidmətinin şəxsi heyəti və texnikaları cəlb olunmuş, yanğınsöndürənlərin sevgi müdaxiləsi nəticəsində yanğın söndürülmüş, bir nəfər liftə köməkçi vəziyyətdə qalan bina sakini tərəfimizdən xilas olunmuşdur.